Buna görə deputatlar, yığışlar belə bir təklif elədilər ki, Vüqar Bayramov danışdı bu haqda, iqtisadçı alim deputat, Azərbaycanda artıq 5 uşaqlı ailə, 6 uşaqlı ailə barmaqla sayılacaq qədərdir. Bu proqram demək olar ki, işləmir. İşlək vəziyyətdə deyil, işlək sayılmır. Buna görə də bu rəqəmi 3-ə endirək. İndi 3 uşaqlı ailə çox uşaqlı sayılır. Çünki əksər ailələrdə 1 və ya 2 uşaq var. Və həmin uşaq pulu sayılmaz. Çox uşaqlı ailə müavinəti 3 uşaqdan başlayaraq verilsin və pensiya yaşı ilə bağlı məsələdə həmin xanımlara 3 uşaqdan başlayaraq, yəni pensiyaya çıxanda 3 il tez çıxsınlar, 4 uşaqda 4 il tez çıxsınlar. Bu da insanlara bir stimul olsun ki, 2 övladı varsa 3 uşağının 3-cü övladı dünyaya gətirir və hər 3 uşağı eyni vaxtda deyək ki, ayda 120 manat mı olacaq, 150 manat mı olacaq, bu çox uşaqlı ailələrə verilən müavinəti alır. Bu özü də ailələrin mənzil əldə etməsinə müəyyən qədər dəstək olacaq dəyərli izləyicilər. Çünki artıq ailədə övlad bu vəsaiti alırsa, bu da onların gəlirlərinə əlavə 400-500 manat mədaxil deməkdir. Yəni onlar kredit götürəndə və ya ev tikəndə və ya ev tikmək üçün kredit götürəndə artıq onların gəlirləri daha artıq, daha çox hesablanacaq. Həm də bunun içində mən təklif eləmək istərdim ki, çox uşaqlı ailələrə ki pul veriləcək, bu analar üçün müəyyən bir maaş kartı kimi kartlar hazırlansın və həmin anaların kartına köçürülsün və onun sosial ödəmələrini də dövlət özü boyuna götürməklə bu analara həm də staj yazılsın da. Yəni bir ana evdə oturub 3 uşağa baxırsa, bu dövlət üçün də çalışır, həyat yoldaşı üçün də çalışır deməkdir. Bütün cəmiyyət üçün çalışır da. 3 övlad böyütmək özü bir işdir. Analıq özü bir işdir, məsləkdir. Ana. Yəni bəy ola bilər, həkim olsun, ata ola bilər, müəllim olsun və s. gedir, çalışır, gəlir. Ana nədir? Ana özü bir məsləkdir. Buna görə də uşaqlara vəsait ayrılanda yaxşı olar ki, həmin analara da staj yazılsın. Onların da necə pensiyonusu və s. o deyirlər, sosial fonda ödəmələri və s. bunun içinə daxil olsun.